Çərşənbə günündə çeşmə başında niye çəhrayı saçı niye Azərbaycan? Çünkü bugün yel çərşənbəsidir və biz Çərşənbəsi. və biz Azərbaycan dilində mütləq danışmaq lazımdır. Burada yer çərşənbəsi günü pahlava pişiririk. Xeyirli olsun, yerin ağızdan yesin. Allah hamının canına can sağ həmişə. Ömürlər. Leyla biz burada ne yenirik? Çaplava yedik. Çaflava yok. Baklava. Ot, agonda öyle. Otda. Qaraçı bağlarla uçuyor. Anam size şey demek istəyir. Rusca dedi. Bu dəfə bağışlayın, Rusça deyir. Третий вице-подак. Реально поздно вечерком. Gözümüz burada bu paxlavanın üst hissəsinə qoyulur ki, üstü pişsin. Bu da alt hissəsinin közüdür. Paxlavamız da əslində mən yaxın birinci paxlavamızdır. Çəkmin onu. Bu paxlava mənim sevmədiyim tipdə paxlavadır. Üstündə çünki qoz var. Mən üstü badamı xoşlayıram. Hələ ki ocaq hazırlanır. Bu mənim xalam kifayətdir, ən sonuncu xalam. Və bizim paxlava ustamızdır. Hamımıza paxlavanı kifayət qapışır. Kim yağlama prosesi bu cızıltı gələndən sonra başlayır elə. O yağ o altında nə? Şirə? Mecmayı elə bil ki isinir, alttaki yağ başlayır çıtlamağa. O çıtlamağa başlayandan sonra da başlayır yağ dökməyə. Bir paxlavanın başa gəlməyi nə qədər çəkir təxminən? 1 saat, saat yarım Pişməyi 1 saat. pişməyə. Ha. Közdən asılıdır. Köz yaxşı olanda tez pişirib götürmək olur. Köz biraz sönük olanda biraz gec çəkir. Amma ümumi proses çox uzun çəkir. Çünki biz bugün çox uzun çəkir. bütün günümüzü demək olar ki, paxlava hazırlamağa həsr elədik bir dəstəklə. Hamı bir yerdə. Onu çəkin. Baba görürsüz qaynayır. Əvvəl altı pişir. Sonra altından közü yığışdırılır, düz bilirəm değil mi? Köz yığışdırılır altından, sonra da üstü başlanır. İkisi də pişirmək olar. İkisi yəni həm üstünə göz qoyulur, həm də Həm altlı üstü eləmək olur, həm də ki ayrı-ayrı eləmək olur. İkisi eyni anda. Ən yaxşı variant ayrı-ayrı eləməkdir elə. Bunun biraz pişməsi biraz çətindir. Bir anidə yəni ki altı yana bilər. Deməli, paxlavamızın altı pişdi, Kifayət xanım. Hazırda paxlavanın bir altı ilə eləyir. Ay ana, telefon bura gətir. Çək. Baba, mən görünüm. Baba.